Salam əziz tələbələr. Quranla tanışlıq dərsindəyik. Biz mövzumuzu davam elətdiririk. Deməli, əziz Quran sevər dostlar, deməli biz Peyğəmbər dönəmində nələr baş verdi? Xüsusən də Həzrət Əlinin müshəfi barəsində və onun müshəfinin özəlliyi barəsində, həmçinin onun müshəfinin aqibəti, taleyi barəsində biz danışdıq. Növbəti bir fəsil gəlirik bura ki, Əbu Bəkirin dövründə, birinci xəlifə Əbu Bəkirin dövründə Quranın cəm edilməsi. Ümumi olaraq bir dənə təsəvvür yaradım, sonra keçim detalları bir-bir sizə mərhələ-mərhələ oxuyum, izah edeyim. Ümumi təsəvvür belə yaranmalıdır ki, bəziləri dedilər ki, Quran elə Peyğəmbərin dövründə yaranıb. Və buna da çoxlu dəlillər var, deyəcəyik. Ayələrdən, xüsusən ayə yox, hədislərdən dəlillər var, məntiqi dəlillər ilə sürürlər. Oxuyacam bunların hamısını. Amma axırda müəyyən dəlillərə əsaslanarak dedilər ki, Peyğəmbərin dövründə bu kitab halındaydı. Və ondan sonra yığılma baş verməyib. Bəziləri dedilir ki, Əbu Bəkirin dövründə də yığılma baş verməyib. 3-cü xəlifə Osmanın dövründə də yığılma baş verir. Bəziləri deyirlər ki, Əbu Bəkirin dövründə olmuyor. Osmanın dövründə olubsa da Əbu Bəkirin dövründə olmuyor. Xüsusən də hər ikisini belə deyək, inkar edirlər ki, bu Peyğəmbərin dövründə yığılmış idi, var idi. Amma əlimizdə çoxlu hədislər var, həm sünnə, həm şiə kitablarına uyğun çoxlu hədislər var ki, Peyğəmbərin dövründə Quran bir dəfə, Peyğəmbərin dövründə Quran indiki kimi deyil idi. Buna bəynə dəffətəyn deyilir. Bəynə dəffətəyn, yəni iki qabığın arasında, yəni kitab, müshəf formasında deyil idi. Bəs necə idi? Deyilir ki, ümumi nəzər budur, mən bir-bir hamısını oxuyacağım da. Deyilir ki, Peyğəmbər dönəmində Quran sadəcə kitabət halındaydı. Bir dənə söz deyim sizə, bu ixtilaflar hardan yaranır? Bu kitabın müəllifi də bunu qeyd edir. Deyir ki, mən keçən dəfə də sizə deyirdim bunu. Deyir ki, terminləri anlamadıqlarına görə alimlər arasında ixtilaf yaranır. Əslində terminlər çaşdırıb alimləri. Məsələn, onlardan biri budur ki, Peyğəmbər Qurana müshəf deyib. Müshəf yəni səhifələnmiş bir şey deyib. Və yaxud da Quranın bir dəfə cəm olunması var. Bir dəfə Quranın yazılması var. Ümumi olaraq ən son versiya belədir ki, ən son versiya artıq Quran elmləri mövzusunda hamı bunu bilməlidir ki, Quranın kitabəti, yəni yazılması. Bu Peyğəmbər dönəmindən başlayıb. Amma Quranın cəm olması demək deyil. Necə yəni cəm olması? Kitabət olanda bir yerə cəmlənmirdilər, cəmlənirdilər, amma o cəm olma sözünün mənası budur ki, kitaba uyğun şəkildə cəmləmə. Məsələn, bax sizə özümdən bir misal çəkirəm. Mənim bir çox kitablarım onlar yazılı formatda var. Ki, onların hissə-hissədə biz hər dəfə sizə atırıq. Məsələn, onlardan biri əqaid kitabıdır, biri əxlaq kitabıdır, biri irfan kitabıdır. Hər dəfə bölmə-bölmə biz sizə atırıq. Digər kitablar da var, dərslik olmasa da bu formatdadır. Düzdür, hər dəfə biz sizə PDF atırıq. O kitabın bir hissəsidir. Amma görürsən, o kitab var, o kitab formatında deyil. Yazılar var, kitabət var. Amma kitab halına salınmıyor. Kitab halına salmaq üçün müəyyən qayda qanunlar var. Onun olması mühümdür. Bəziləri Peyğəmbər dönəmində vəhy katibləri var idi. Peyğəmbər dönəmində vəhyin kitabəti var idi. Peyğəmbər həmin kitabətə bəzən müshəf adlandırırdı. Bu kimi sözlərə eşidiblər bu sözləri, elə biliblər ki, bu kitab nəyə deyirsən? Amma elə deyil. Kitab budur ki, müəyyən qayda qanunlara uyğun şəkildə yazılmış olsun. Deməli, Peyğəmbər dövründə
Quranı yazanlar var idi, bəli. Peyğəmbər üçün də yazırdılar və başqa sahabelər öz üçün də yazırdı. Bir, var idi. İkinci məsələ budur ki, buna kitabət də deyilirdi, yazılı da deyilirdi, bəli. Katib varsa kitabət də var, yazılı da var. Bu da iki. Üçüncü məsələ də bu idi ki, Peyğəmbər ona deyirdi ki, məsələn, Peyğəmbərdən hədislər var ki, buyurur ki, bunu üzündən oxumaq da savablıdır. Bu qədər savabı var. Nə bilim, mən aranızda iki ağır əmanət qoyuram. Allahın kitabını və əhl-i beytimi, itirətim olan əhl-i beytimi. Bu kimi sözlərdən də məqsəd yenə də həmən o şeyin, yəni varlığıdır. Əlində nə varsa, bax, odur. Nəinki o, Quran belə bir kitabət formatına düşmüşdür. Əslində bir dənə məsələn deyim ki, Quranın bu formata düşməsi də müasir dönəmlərdə olub. Yəni, çapxana yox idi ki, Ömərin, Əbu Bəkirin və Osmanın dövründə. Çapxana yox idi. Zaten onda da belə deyil idi. Amma Həzrət Əlinin müsəfi deyir ya, Quran. O, müəyyən qayda qanunlara uyğun şəkildə yığılanda artıq ona həqiqi kitab deyilə bilərik. İndi baxmayaraq ki, səhifələri belə deyil. Kitabətin üzü belə deyil. Amma müəyyən qayda qanunlar var. Ona uyğun şəkildə yığılanda onda olur. Cəm olunmuş olur. Ona müshəf deyilər. Həqiqi kitab, həqiqi müshəf ona deyilər. Bundan başqa müshəflər bir mənada işlədilir. Məsələn, sizə deyiləndə ki, bu kitab var, bizə atırsınız, əqaiddə PDF-lər. Bu hansı kitabdandır? Siz də deyirsiniz ki, Elşən müəllimin kitabından. Bizim köməkçi müəllimlər deyir ki, Elşən müəllimin kitabından. Amma əslində Elşən müəllimin kitabı yoxdur hələ. Düz deyib, bir yerə yıxsan elə ona kitab demək olar. Amma orada müəyyən kitaba aid işlər var ki, onlar görülməyib. Bildiniz, kitaba aid bir çox şeylər var ki, onlar görülməyib. Quran kitabı da belə. Yaxşı, ona görə də bu çaşdırmalar, kitabət sözü, cəm sözü, müshəf sözü, bu kimi şeylər bəzi alimləri çaşdırıb, onlar elə biliblər ki, bəs Peyğəmbərin dövründə artıq bu kitab formatındaydı. Peyğəmbər buyurur ki, indi burada gələcəm, Peyğəmbər buyurdu ki, mənim sizdən, özümdən sonra sizin aranızda iki ağır əmanət qoyuram, kitab Allah, Allahın kitabı, bunun mənası, yəni əlinizdə olanlar, nəinki belə bir. Buna bir dənə bilirsiniz necə qəşəng bir termin deyim, yadınızda saxlayın. Bir dənə ümumi mənada kitab var, bir dənə xüsusi mənada. Ümumi mənada kitab budur ki, yəni elə ona da kitab demək olar da, onda kitabdan bəzi şeylər var. Məsələn, mənim kitabımı, yaxşı, ona ümumi mənada kitab demək olar, xüsusi mənada yox. İndi ümumi mənada nə deməkdir, xüsusi mənada nə deməkdir deyim. Ümumi mənada kitab budur ki, kitabda nə var? Mətləblər var, onda da var. Mövzuya aid hər bir şey var, onda var. Üzündən oxumaq olur, bəli var. Xüsusi nədir? Xüsusi budur ki, onun xüsusi elmi redaktoru hələ ki yoxdur. O hansısa bir çap formatına uyğun şəkildə yığılmayıb. O heç bir çapa getməyib. Onun hansısa bir icazə formatı hələ ki yoxdur. O kağız vərəq formasında çap olunur. Bu da onun xüsusi mənalarıdır. Bax, Quran barəsində də belədir. Quran bir mənada kitabdır, Peyğəmbər dönəmində Peyğəmbər dönəmində Quran bir mənada kitabdır. Hansı mənada? Ümumi mənada. Yəni, onu oxumaq olur. Çünki bəziləri yazıları var. Oxumaq olur. Onu kiməsə vermək olur. Yaxşı. Onu yaymaq olur. Nə bilim, onu vəh katibləri yazıb. Yazılan bir şeydir. Bir mənada müshəfdir. Bax, bu kimi şeylərinə görə onu kitab, müshəf adlandırmaz. Müshəf səhifələrin cəm olması deməkdir də. Müshəf yadınızda saxlayın. Bir mənada belə demir, amma bu ümumi olaraqdır. Amma xüsusi olaraq kitaba bir şeylər aid deyə, o şeylər onda yox idi. Və bu çox qəşəng izahdır. Elə bilirəm ki, bu izahla da necə lazımdırsa izah elədim. İndi deyin ki, bunu kim başa düşür, kim başa düşmür, suallarınızı verin, mən keçid alım məsələlərin daha detallarına. Kim başa düşür, kim başa düşmür. Ümumiyyətlə, başa düşdüyünü kim açıb izah eləyə bilər? Görüm, heç olmasa bir nəfər başa düşüb.
Şəhriyar, buyur. Dedik ki, ümumi və xüsusi kitabət dedik də. Yəni ümumi odur ki, yəni kitaba olan ümumi kitabda yəni başa düşülən mətləblər nə lazımdırsa orada hamısı yazılır. Misal çəkdik ki, məsələn, sizin dərsinizdən də yəni məsələn bütöv kitab şəklində olmasa belə xırda yığılır, qruplara atılır. Yəni bu bizim ümumi kitabətimizdir. Amma xüsusi kitabətdə odur ki, onun xüsusi bir nəşriyyatı olmalıdır, xüsusi icazəsi olmalıdır, hər hansı bir yazılı formatı olmalıdır. Əhsən. Və digər. Yaxşı, əzəm. Təşəkkür. Siz deyə bilərsiniz ki, müəllim, bu çox sadə məsələ idi, bu çox aydın məsələ idi. Niyə axı bir dəfə izah elədiniz, bir dəfə bizdən soruşursunuz? Aydın məsələdirsə, amma alimlər arasında bu çox aydın olmayıb da. Bütün ixtilaflar buradan doğur. Yaxşı, mənim üçün aydın idi. Öz başa düşdüyüm aydınlığı da sizə izah elədim. Əgər siz də başa düşürsünüzsə, nə yaxşı. Mən də başa düşürəm, siz də başa düşürsünüzsə, deməli bizdə ixtilaf yoxdur. Bu kitabın müəllifi də deyir, mən başa düşmüşəm və burada ortadakı məsələləri anlamadan ayrılıq yarar. Amma belə görsənir ki, bir çox alimlər bunu tam aydın başa düşə bilməyiblər deyə belə ixtilaflara düşüblər. Yaxşı, belə ixtilaflara düşüblər. Əlbəttə, Quran elmləri mövzusunda ən çox nəzər budur. Amma bir çox alimlər var ki, onlar bu ayrıntını başa düşmür. Əgər siz başa düşdünüzsə, Allaha şükür olsun. Demək, müəllif də başa düşüb, mən də başa düşmüşəm, müəllim və siz əziz tələbələr də başa düşmüşüksə, onda da var, getdik qabağa. Yaxşı, əziz tələbələr, indi nədən danışacağıq? Bu kitabın müəllifi biraz detallı şəkildə deyib. İstəyirəm ki, mən də birazca detallı şəkildə izah eləyim. Çünki dərslikdir də, belə ümumi şəkildə deyib getməyim. Əgər icazə versəz, birazca detallardan danışım dərsimiz kimi. Deməli, bu müəllif deyir ki, iki dəstəyə ayrılırlar bunlar və aralarında sərt qarşıdurma var. Amma deyir ki, müəyyən məsələləri aydınlaşdıra bilsək, bunlar arasında bir səngimə baş verə bilər. Və deyir, məsələn, sözlərdən biri cəm sözüdür, cəm. Cəm sözü axırda ayındandır, cəm sözüdür. Deyir, bu 4 növ cəm quran var və bunların arasında müəyyən izahlar olunmalıdır ki, başa düşülsün. Deyir, bir dənə cəm-ül Quran var. Bu nə deməkdir? Bu Quranı əzbərləmə deməkdir. Bəzən cəm sözü, həmin o cümma ki deyirdik keçən dərsimizdə də, bəzən Quran hafizlərinə həfəzə hifz etmək, yadda saxlamaqdır. Hafiz isə yadda saxlayan adama deyirdilər. Bəzən Quranı yadında saxlayanlara cümma deyilirdi. Yəni cəm eləyənlər. Amma cəm eləyən sözü iki dənə mənadadır. Biri belə cəm eləyən, biri də zehnində cəm eləyən. Ona görə də bəzən cəm Quran nə mənasında olur? Quranı əzbərləmək mənasında işlənir. Bax, bəzən belədir. Biz bütün mənalarını bilməliyik. Sonra deməliyik ki, hansı mənasından söhbət gedir? Hansı mövzuya, hansı mənada söhbət gedir? Yəni, biz bir dəfə də bizdən soruşsalar ki, Quranı cəm eləyənlərdən məqsəd həm də hafizlər ola bilər, Quranı əzbərləyənlər ola bilər. Biz deməliyik, bəli, bu mənası da var. Amma adətən Quranı cəm eləməyin daha mühüm mənası onu yazmaq deməkdir. Ki, bu 3 dəfə baş verib. Yaxşı, bir nəfər də Həzrət Əli üçün yazıb və digər səhabələr də yazıb. Amma 3 dəfə baş verib. Biri Peyğəmbər dövründə yazmadır, amma o müshəf halına gəlib çıxmayıb. İkinci cəm isə Əbu Bəkrin dövründə olub və buna biz artıq kitab deyə bilirik. Bu da cəmdir, amma artıq bu bir mənada kamil cəmdir. Üçüncü kitab isə lap sonuncu versiyadır. Osman ibn Əffanın dövründə olan cəmdir. Yaxşı. Deməli, amma bir dənə mənası Quranı əzbərləməkdir. Çünki məsələn, burada gətirilməli ki, Zərqani Quranın kitabəti və hifzi barəsində belə deyir. Deyir ki, kitabət Quranı sətirlərdə cəm etməkdir. Hifz isə Quranı sinələrdə, yəni zehində cəm etməkdir. İkinci cəm o Quran, Quranın kitabəti mənasındadır, yəni yazılması mənasındadır. Yəni, hər surənin
ayələri ardıcıllıqla yazılıb, lakin surələr müəyyən bir ardıcıllıqla sıralanmayıb. Hər surənin ayəsi ardıcıllıqla yazılıb. Yaxşı, bu surənin içində hansı ayə varsa Tövbə surəsi. Amma onlar bir qanuna uyğunluqla yerləşdirilməyib. Məsələn, Həzrət Əli öz müshəfində bunları belə qanuna uyğunluqla yerləşdirirdi ki, nüzul ardıcılığı ilə. Əvvəl hansı surə nazil olubsa, ayələr ki, içində qanuna uyğunluqla yerləşdirilib. Ondan əvvəl surələri də nüzul ardıcılığı ilə eləyirdi. Amma Osmanın dövründə cəm olan kitabda isə başqa bir əsasa uyğun idi. Nə? Böyükdən kiçiyə doğru yerləşdirildi. Birinci böyük surələr, biri digərindən kiçik olan surələr ondan sonra gəlməyə başladı. Görürsünüz, hərəsi bir qanuna uyğunluqla yerləşdirilib. Amma Peyğəmbər dövründə isə sadəcə surələrdə ayələr ardıcılıqla yerləşdirilirdi və yığılırdı bir yerə. Ki sonra da Peyğəmbər dedi ki, bu kitabı, bu yazılıları götür ey Əli, apar, artıq bir kitab formasına salcına. Əli sən də götürdü, onlara əlavələr elədi. Necə əlavələr? Şə'n-i nüzullar, haşiyələr yazdı, şə'n-i nüzul yazdı, tarix yazdı, ardıcıllıq düzəltdi onlar üçün. Səhmana saldı, bəzi qeydlər apardı. Haşiyələr dediyim şeylər olar. Məsələn, bunlar belələr. Həzrət Əleyhisselam belələdi. Yaxşı, Əbu Bəkir başqa cür elədi nisbətə. İndi oxuyacaq, Zeyd ibn Sabitin vasitəsilə onu elədi. Sonra digərləri də başqa cür elədi. Yaxşı, ikinci məna budur ki, dedik, kitabət mənasındadır. Hər surənin ayələri ardıcıl şəkildə yazılıb, lakin surələr müəyyən bir ardıcıllıqla sıralanmamışdır. Cəm sözünün bu mənasına görə bütün Quran cəm edilmiş, lakin müshəfdə cəm edilməmişdir. Deməli, bu sözə uyğun, bu da cəmdir. Buna da cəm-ü Quran deyilir. Amma bu söz Quranın hansı mənasına işarə edir? O mənasına ki, yazılıb, amma kitab formatına salmayıb. Məsələn, Peyğəmbərin dövründə olan kimi. Başqa cəm-ü Quran nədir? Quran-ı Kərimin müshəfdə cəm edilməsi mənasındadır. Yəni, hər surənin ayələri nüzul ardıcılığı ilə, surələr də müəyyən ardıcılıqla yığılmış və Quran bir kitab şəklində gəlib çatmışdır. Və bu da bir dənə cəm edilmədir. Yaxşı, bir kitab şəklindədir. Deyəcək ki, məsələn, bu da Əbu Bəkirin dövründə elə belə olmuşdur. Yuxarıdakını da Həzrət Peyğəmbərin dövrünə aid eləmək olar. Ondan əvvəlki də Quran hafizləri üçündür. Dördüncü nədir cəm-ü Quran? Bütün qiraətlərin hamısını cəm etmək və vahid bir qiraət tərtib etmək. Çünki deyəcəyik ki, biz Əbu Bəkir dövründə yığılan Quranla Osmanın dövründə yığılan Quran arasında mühüm fərqlərdən biri bu idi ki, Osman artıq imkan vermədi ki, müsəlman regionlarında fərqli-fərqli Quranlar olsun. Dedi ki, vahid bir Quran olacaq, digər nə Quranlar varsa olan hamısını yığdı, məhv elədi və dedi ki, ancaq indi bizim tərtib elədiyimiz Quran olmalıdır ki, və indi də əlimizə gəlib çatan Quran həmən Qurandır. Və bu da bir dənə cəm-ü Quran idi ki, bunun da bu mənaları var idi. İndi deyək ki, cəm sözünün birinci və ikinci mənaları, yəni Quranın əzbərlənməsi və kitabəti Həzrət Peyğəmbərin dövründə təbii ki, gerçəkləşmişdi. O cəm-ü Quran, cümma Peyğəmbərin dövründə var idi. Biz birincidə onu oxuduq da, yəni hafizlər var idi. Həmçinin kitabət məsələsi də bilirik ki, Peyğəmbərin yanında vəhy katibləri var idi. Onlar yazırdılar. Sonra 4-cü fəsildə də danışılacaq ki, sonradan, bundan sonraki fəsildə danışılacaq ki, cəm sözünün 4-cü mənası da 3-cü xəlifənin dövründə gerçəkləşəcəkdir. Gerçəkləşib də, yəni biz bunu oxuyacağıq ki, yəni vahid bir şəkildə olacaq. 4-cü bənd, sonunda oxuduğum bənd. Mübahisə harda qalır? 3-cü mənada qalır. Yaxşı, 3-cü məna. Quran-ı Kərimin müshəfdə cəm edilməsi. Bax, bir dənə bu məna qalır ki, Quran müshəfdə cəm edilməsi, yəni bir kitab şəklində yığılması hansı dövrdədir? Peyğəmbərin dövründədir, yoxsa Peyğəmbərdən sonradır? Və sonra bir dənə bu qalır. O 4 dənə cəmə aid olan bəndin 3 dənəsi aydın olur. Birinci də aydındır, Quran hafizlərinə aiddir, Peyğəmbərin dönəmindədir. İkinci, kitabət mənasında, yazılma mənasındadır, Peyğəmbərin dönəmində yazılıb. Dördüncü, vahid bir cəmdir, Osmanın dövründə gerçəkləşəcək. Bir dənə üçüncü bənd qalır ki,
hər surənin ayələri nuzul ardıcıllığı ilə, surələr də müəyyən ardıcıllıqla yığılmış olsun və Quran bir kitab şəklində tərtib olunmuş olsun. Bax, burada bir ixtilaf vardır. Və müəllif burada deyir ki, bu barədə ixtilaf var. Bəziləri elə hesab edirlər ki, bu Peyğəmbərin dövründə elə bu var idi. Bəziləri də deyirlər ki, yox, Peyğəmbər dövründə belə deyildi. İlk dəfə olaraq Əbu Bəkirin dövründə buna start verildi və alındı. Yaxşı. İndi gəlirik Peyğəmbərdən sonra cəm edildiyini qəbul edənlərin dəlillərinə. O alimlər ki, deyirlər ki, Quran Peyğəmbərin dövründə yazılıb, əzbərlər, amma kitab şəklində salınmayıb. Müshəf halına salınmayıb. Bu Əbu Bəkirin dövründə baş verib. Bunu deyənlərin dəlilləri hansılardır? İlk öncə onları oxuyuruq ki, yəqinə çataq ki, doğrudan da elə belə olub. Deyir, onlardan biri budur ki, deyir, bəzən tarixə müraciət etmək lazımdır. Tarix bizə bunları çox gözəl şəkildə anladır. Məsələn, Zeyd ibn Sabit və katiblərindəndir. O belə deyir. Onun dediyi sözlər bizim üçün məsələni aydınlaşdır. O deyir ki, Peyğəmbər vəfat etdi, bir halda ki, Quran müsəfdə hələ cəm edilməmişdi. Zeyd ibn Sabit belə deyir. Sonra bir dənə hədis Beyhəqidəndir. Xəttabidən olan bir hədis tarix var. Deyir ki, bütün Quran Həzrəti Peyğəmbərin dövründə yazılmışdı, lakin surələr müəyyən ardıcıllıqla bir yerə cəm edilməmişdi, yığılmamışdı. Bax, bu da bir dənə tarixi məsələdir. Burada Beyhəqinin bir sözü də var. O Quranın bir yerə yığılmaması barəsində söz deyir, amma axırda bəzi məsələləri deyir ki, deyir, bu şeylər Əli ibn Əbi Talibinlə məşvərət aparılaraq həyata keçirilmişdi. Burası zəif sözdür də, yəni belə şey olmuyor bax. Ona görə bu hədisi oxumuram, daha doğrusu bu tarixi oxumuram sizin üçün. Bunların hamısının üstündən keçirəm. Orada bir neçə dənə bəndlər var ki, onların üstündən keçirəm. Sizin maraqlı deyil, yəni maraqlı və zəruri deyil deyə onları oxumadım, amma sizin üçün maraqlı olsa onsuz da mən evə səhifələri verirəm. Siz evdə səhifələrdən onları oxuyacaqsınız. Burada çox vaxtınız getməsin. Çox da mühüm məsələlər deyil. İkinci nüans budur. Gördünüz, bəzi tarixi məsələlər, xüsusən Zeyd ibn Sabit və bir neçə nəfər tarixdən qeyd edirlər ki, Peyğəmbərin dövründə belə tam şəkildə olmamış. Bu bir tarixi fakt. İkinci məsələ nədir? Quran ayələri tədricən nazil olduğuna görə və Quranın nüzulu Həzrəti Peyğəmbərin ömrünün son günlərinə qədər davam etdiyinə görə Quran müshəfdə cəm edilməmişdir. Peyğəmbər onu kitab halına sala bilmədi. Sizin içinizdə də bəzilərinin bəlkə də bu fikri ağlına gəlir ki, nə üçün Peyğəmbər öz zamanında elə bu kitabı, Quranı kitab halına salmadı? Nə üçün Peyğəmbər belə etmədi? Alimlərin demək olar ki, hamısının, mən hər kitab oxumuşamsa, görmüşəm ki, hamısı elə belə deyirlər ki, bir çox alimlərin belə qeyd edirlər ki, çünki Peyğəmbərin son anlarına qədər, dünyasını dəyişməyə bir neçə gün qalmışa qədər Peyğəmbərə hələ ayə nazil olurdu. Yəni, kitab tamamilə bitməmişdi ki, onu bir kitabət formasına salalar. Halbuki onun özü də geniş bir vaxt çəkəcəkdi deyə Peyğəmbər gün nə vaxtdan başlamalıydı ona. Məsələn, desək ki, bir ilə yığılacaqdı. Peyğəmbər bir il qabaqdan başlasaydı, bir ilə nə qədər ayə nazil olur. Ona görə də tam bitməli idi deyə ondan sonra kitabət halına salınmalıydı. Peyğəmbər dövründə ona görə kitabət halına salınmadı. Bu alimlərin dedikləridir. Bir dənə də mənim öz fikrim var. Bunu heç kitabdan oxumamışam. Yəni sırf mənim fikrimdir. Özüm belə deyirəm ki, sabahlarım hansısa bir alim bunu təkzib eləsə, desə ki, bu şeylər düzgün deyil. Siz deyin ki, ola bilər. Çünki bu müəllimin özünün fikridir. Bu hardansa oxuduğu deyil. Mənim özümün fikrim budur ki, bəzi şeylər var idi ki, Peyğəmbər eləyə bilmirdi və bunlar imamların vəzifəsi idi. Bunları imamlar etməli idilər. Xüsusən də Həzrəti Əlinin vəzifəsi idi deyə Peyğəmbər dövründə müəyyən şeylərin alınmaması normal idi. Çünki bunlar bir missiya idi ki, iki hissədən ibarət idi. Biri Peyğəmbərin dövrünə aid idi, Quranın nazil olması. İkinci, imamlar da elə yenə də həmin o missiyanın davamçılarıdırlar da. Məsələn, tutaq ki, mənim işimdə, mənim sistemimdə bir nəfər tutaq ki, çəkilişi çəkir, bir nəfər də onun tutaq ki, montajı ilə məşğul olur. Nə bilim, bir nəfər filan şeylə.
olan hansı deyə bilər ki, mənə aiddir? Heç mən özüm də təkcə deyə bilmirəm mənə aiddir. Çünki məsələn mənim bu işin ərsəyə gəlmə təkcə mənə qalsaydı, mən eləyə bilmərəm. Çünki məsələn YouTube-da çəkən başqasıdır. O çəkir, amma bir missiyadır. Nəticədə YouTube-da baxan məsələn tələbələrin əlinə bir dərslik çatır ki, onun bir missiyanın bir neçə dənə cəhəti var. Biri mənə, biri başqasıdır. Amma eyni işin adamlarıdırlar da, yəni bir missiyanın işçiləridirlər. Burada hər kəsin gözü mənə sataşsa, pərdənin arxasını o görmür. Və heç belə şey də yoxdur, heç biriniz bunu da iddia eləyə bilməzsiniz. Hamınız bilirsiniz ki, bu iş təkcə mənim öhdəmdə deyil. Ona görə də hər şey mən deyiləm. Başqa mənim işçilərim də, bunlar da məsələnin başqa tərəfləridirlər. Təbiidir bu, düzdürmü? Peyğəmbər vaxtında da imamlar missiyanın davamıdırlar. Biz belə bilməməliyik ki, hər şey Peyğəmbərdir, Quran da ona nazil olur, İslamı da o gətirdi. İndi imamlar da sonradan xidmət eləyəcəkdilər, alınma. Belə deyil. Peyğəmbər, necə döyüşlər təkcə Peyğəmbərin əli ilə olmurdu, qoşun lazım idi, adamlar lazım idi. Bu sistemdə vəhyin nazil olmasını onun üzərindədir, kitabının yazılması, nə bilim, təbliğatı, müsəlmanların növbəti məsələlərlə agah olması, hidayətləri, islahları, tədricən məsələlərin baş verməsi də imamların üzərindədir. Necə? İndi mən danışıram, bunun çəkilişi, yerləşdirilməsi, nə bilim, filan, bunlar kimin? O olan ixtiyarındadır. Peyğəmbərdə də belə. Yəni, bir işin 2 dənə cəhəti var. Bir işin 2 dənə, 3 dənə, 5 dənə aparanları var. Ona görə də imamlar, kitab Quran məsələsinin davamı imamların idi. Yəni, Peyğəmbərə biz qiyamətdə desək ki, ya Rasulallah, bir dənə kitabı həll eləyəydin. O bir neçə dənə argument gətirər. Məsələn, birin bunu deyə bilər ki, kitab hələ bitməmişdir ki. Onda necə bir sistemləşməmiş bir məsələ deyə, kitab bitməmişdir. Dünyavı dəyişsən, amma kitab bitməmişdir. O Peyğəmbər də deyəcək ki, yəni mənim işim bitməmişdir, mən dünyamı dəyişirdim. Missiyam ki, davam edirdi. Onu həyata keçirənlər var idi. Əli bəs nə üçün idi? Həzrət Əli gələcəkdi, bu işi davam elətdirəcəkdi. Ona görə də mən Peyğəmbər dönəmində ona görə olmadı ki, bu mənim fikrimdir. Çünki Həzrət Əli var idi də, etməyə məcbur deyil ki. Bu çox yaxşı söz deyil. Peyğəmbər hər şeyi etməyə məmur deyil idi. Peyğəmbərin məmuriyyəti hər şey etmək üçün deyil. Peyğəmbər bax elə ora qədər etməli idi, vəssalam. Ondan o tərəfə Həzrət Əli eləməli idi. Sonra İmam Həsən eləməli idi. Xüsusən Həzrət Əli eləməli idi. Əli əleyhissalam da bir yerə qədər elədi, sonra xalq onu dəstəkləmədi. O məzlumda o işlərlə məşğul olmadı. Amma hələ bu qədər cəmaatın etinasızlığından dolayı yenə də getdi 6 ay mükəmməl bir Quran işlədi, gətirdi. Hədislərdə var ki, İmam Zaman əleyhissalam gələndə Həzrət Əlinin yazdığı Quran işləyəcək. Keçən dəfə sizə dedim mən, dedim ki, Əli əleyhissalama Təlhə dedi ki, gətir onu. Əli əleyhissalam dedi ki, yox. Dedi, amma sənin Quranın çox kamildir. Dedi, bu Quranda nəsə ziddiyyət məsələləri görürsən, dedi, yox. Dedi, onda kifayətdir. Yəni, ixtilaf salmaq istəmirəm. Çünki Quran artıq neçənci dəfədir. Həm də bir məsələni keçən dəfə dedim, çox yaxşı nüans idi. Bəlkə bəziləriniz diqqət eləməmişsiniz, bir də deyim onu, çünki çox yaxşı nüansdır. Həzrət Əli növbəti dəfə xilafətə gələndə, 25 ildən sonra, bəziləriniz deyə bilərsiniz ki, elə onda gətirəydi də o Quranı, öz Quranını. Çünki əvvəla Həzrət Əli az qaldı. Ondan sonra da bilirdi ki, imamlar gəlməyəcək ki, onu saxlasınlar. Bir neçə il Həzrət Əli qaldı, bir neçə ayda Həzrət Həsən əleyhissalam qaldı. Ondan sonra Əlini sevməyənlər, sevənlərdən qat-qat çox idi deyə, bu dəfə xalq olaraq iki tirəlik yenə yaranacaqdı. Vahid Quran yenə də düşəcəkdi əldən elə. Ona görə də həm Həzrət Əlinin Quranını sevənlər Həzrət Əlinin Quranının arxasıca olacaqdı. Sevməyənlər də Osmanlı dövründəki Qurana sarılacaqdılar. Bax, bu günə qədər o ixtilaf gələcəkdir. Görün, Həzrət Əli necə uzaq görən insandır. Onu eləmədi. Dedi ki, eybi yoxdur, qoy belə də qalsın. Hərçən ki, təhrif olunmuyub.
ayələrdə yer dəyişmələr var və biz istədiyimiz tərtibatla deyil, nüzul ardıcıllığı ilə deyil, nə bilim hansısa bir haşiyələr yoxdur, şən-i nüzul yazılmayıb, eybi yoxdur da, eybi yoxdur, gedər. Gedər, qiyamətə qədər gedər. Nə olacaq? Ayələrə təfsirlər demişik. Haqq yolunu axtaranlar bu hədislərdəki bu təfsirlərimizi oxuyacaqlar. Allah razı olsun, Allah min əvəz versin, ölənlərə rəhmət eləsin, yerdə qalanları Allah canını sağ eləsin. Şiə təfsirçiləri də nə etdilər? Götürdülər, Əhl-i Beytdən, eləcə də Peyğəmbərdən olan hədislərin təfsirlərini yazdılar. Ona görə də əlimizdə indiki Quran olsa da, baxmayaraq ki, bu Quran Həzrət Əlinin və Peyğəmbərin dediyi metodla yazılmadı, amma içində təhrif yoxdur da, nə əlavə söz yazılmayıb, ayə yazılmayıb, nə də ondan heç nə azalmayıb. İndi ayələrin yerində bəzilərində dəyişiklik var, bir də tərtibat o deyil, amma təfsir və şən-i nüzulları yazdılar. Əlləmə Təbətabai 20 ciddi, möhtəşəm bir təfsir yazdı. Məsələn, müasir alimlərdən Cavad Amili 70 cildlik bir təfsir yazıb. Bu möhtəşəmdir, bu gözəldir. Yəni, haqq axtaranlar üçün Əleyhisselam bilirdi ki, çox da problem deyil. Yəni, haqq axtaranlar üçün tapılacaq. Ayələrin şən-i nüzulu yazılacaq. Şiyələr sağ olsunlar, bu işi görəcəklər. Və Həzrət Əli fikirləşdiyi kimi də oldu. Həzrət Əli fikirləşdiyi kimi də oldu. İndi mən özüm Həzrət Əlinin fikirlərini gündəmə gətirirəm. Mən elə hesab edirəm ki, Həzrət Əli onu bilirdi. Və doğrudan da elə oldu. Bu günlərim sizin və mənim əlimdə. Özü təkcə məsəl üçün mən 2 dənə təfsirçini deyirəm. Siz nə qədər deyirsiniz, təfsirçilər var. Həm Peyğəmbərdən, həm imamlardan şən-i nüzulların hamısı yazıldı. Özdə nəyə ki, şiyələrdə, əhl-i sünnətdə də təfsirçilər var. Sadəcə biz şiyələrin adını ona görə çəkirik ki, şiyələr daha doğru, bizim əqidəmizə görə daha doğru təfsir ediblər. Çünki Peyğəmbərin elminin həqiqi varisləri onlar idi. Çünki Həzrət Əli idi ki, deyirdi ki, hər hansı ayə harda nazil olub, şən-i nüzulu nədir, təvili nədir, onu mən bilirəm. Və onlardan da digər imamlar irs aparıblar və onlar da öz zamanlarında bunların dərsini deyiblər. Həzrət Zeynəb belə təfsir dərsləri deyirdi. Küfədə. Hələ imamları demirəm. Xanım Zeynəb və bunlar hamısı dərslər deyilib, yazılıb. Ona görə də bütün ayələrin şən-i nüzulları, təvilləri, təfsirləri bizim üçün çox aydındır. Ona görə Əli əleyhissalam müdaxilə eləmədi. Özüm bunları deyirəm ki, bəzilərimiz deyirsiniz ki, nə üçün Quranı Peyğəmbər dönəmində yazmadılar, nə üçün Peyğəmbər bunun üçün canfəşanlıq eləmədi? Çünki, bəli, olacaq deyib yoxdur, amma olacaqlar zaten axtaran tapır, haqqı axtaran tapır, o qədər də deyil idi. Çox pis bu olardı ki, təhrif olsun. Təhrif olsa çox pis olardı, amma təhrif olmadısa eybi yoxdur. Əli əleyhissalam da ona görə xilafətə gələndə bu Qurana toxunmadı. Bilirsiniz, bəzi iradlardan biri budur ki, əzizdə deyirlər ki, siz ki deyirsiniz, şiyələr filan şey belədir, bəs niyə Həzrət Əli ona bir münasibət bildirmədi? Hər münasibət bildirilməyən şey düz deməkdir bəyəm. Biz evimizdə, biz qonşularla, biz işçilərimizlə elə şeylər var ki, ona səbr eləyirik. Səbr eləyirik, bir söz demirik, yola gedirik. Bu demək ki, onlar düzdür. Hamımızın həyatımızda bu şey var. Əli əleyhissalam nəyə səbr eləyibsə, nəyə gündəmə gətirməyibsə, bu deməkdir ki, o düzdür. Görsün ki, o səhv olsaydı Həzrət Əli niyə belə etmirdi? Məsələn, onlardan da biri budur ki, niyə xilafətə gələndə öz kitabını gətirmədi? Əlbəttə, heç bu barədə söz deyən yoxdur. Çünki Həzrət Əlinin kitab məsələsi bütün tarixə məlumdur. Bütün tarix bilir ki, o yazdı, gətirdi və onu qəbul etmədilər. Yaxşı, bu da bir məsələ ki, istədim bundan da xəbərdar edeyim sizi. Əlləmə Məhəmməd Cəvət Bəlağı deyir ki, Həzrət Peyğəmbər həyatdikən vəhiyin nüzulu davam etdiyinə görə Quran bir müshəfdə cəm edilmədi. Söz yox ki, nazil olan bütün ayələr müsəlmanların sinələrində və onların əl yazmalarında yer almışdı. Hətta Həzrət Peyğəmbər dünya ilə vidalaşında və vəhiyin nüzulu sona çatandan sonra da müsəlmanlar qərar aldılar ki, Quranı bir müshəfdə yığsınlar. Beləliklə Quran ayələrini minlərlə Quran hafizinin nəzarəti altında və Peyğəmbərə mənsub olan əl yazmalara, habelə vəh katiblərini və digər müsəlmanların ixtiyarında olan əl yazmalara istinadən belə ki, bu kitabətlərdə bir neçə ayə yaxud bir silsilə ayələr və ya surələr yazılmışdı. Quranı cəm etdilər. Bəli, bu cəm edilmə Quran nüzul ardıcıllığı ilə cəm edilmədi və mənsux ayələr nasix ayələrdən qabaq yerləşdirilmədi. Bu sonrakı prosesləri deyir də, deyir belə bir proseslər baş verdi, amma bu Peyğəmbər istədiyi
Həzrət Əlinin yazdığı bir şeyə uyğun olmadı. Amma deyir ki, hamımız bilir ki, Peyğəmbər dövründə bu şeylər olmadı. Çünki tamam da bitməmişdi. Üçüncü məsələ nədir? Üçüncü məsələ budur ki, həm Şiə, həm də Əhl-i Sünnət qaynaqlarında saysız hədislər mövcuddur ki, Əli ibn Əbi Talib Həzrəti Peyğəmbərin vəfatından sonra Quranı cəm etmişdi. İlk dəfə Quranı cəm eləyən kəs Həzrət Əli əleyhissalam oldu və Sünni və Şiə tarixində də bunlar var ki, Əli əleyhissalam Quranı yazdı, gətirdi və təqdim elədi, onun Quranını qəbul etmədilər. Bunu biz bilirik və o məşhur hadisə də budur ki, Əli əleyhissalama Peyğəmbər dedi ki, Quranı yazmayana qədər heç hara getməyəsən, bir dənə cümə namazı üçün çiyninə əba atasan. Başqa heç bir vaxt evdən çıxmayasan, Quranı yazasan. O da 6 ay evdən çıxmadı, ancaq cümə günləri çiyninə əba salıb çıxırdı bayra. Başqa heç bir vaxtda çölə bayra çıxmırdı. Ona görə də ilk dəfə deməli bundan məlum olur ki, Peyğəmbər dönəmində Quran yox idi. Olsaydı, Həzrət Əli əleyhissalama Peyğəmbər belə bir vəsiyyət etməzdi. Əfqan bəy, niyə qəbul etmədilər? Bu artıq uzun bir tarixi məsələdir, prosesdir. Bunun üçün tarix oxumaq lazımdır. Bu dərsdə onu demək hədəfimiz yoxdur. Çünki bu dərsdə ona keçid alsa olacaq tarix dərsi. Yaxşı. Ona görə burada demək istəmirəm. Bizim İslam tarixi dərslərimiz var. Məsələn, həvəsiniz, marağınız olsa ona baxasınız. Ya İslam tarixi kitablarını elə bir azca mütaliə eləsəz, bu məsələ çox aydın şəkildə görsənər. Təşəkkür edirəm. Dördüncü məsələ buydu ki, Quranın Peyğəmbər dövründə cəm edilmədiyini sübut edən dəlillərdən də biri də budur ki, hal-hazırki müshəf Həzrəti Peyğəmbərin dövründə bu Həzrətin nəzarəti altında cəm edilibsə, ondan bu müshəflə Əli ibn Əbi Talibin müshəfi arasındakı fərqləri olmalıdır. Və biz bu fərqləri qəbul etməliyik. Əgər indiki əlimizdəki olan müshəflər, bəzilərinin iddiası budur da ki, bu elə Peyğəmbərin dövründəki müshəfdir. Peyğəmbərin dövründə yazılmışdı. Əgər belə olsa, onda Həzrət Əli əleyhissalam əlində kitab olaraq yeni bir kitab yazmağa nə ehtiyac var idi? Bu cəhətdən heç bir vəclə belə şey uyğun ola bilməz. Əlləmə Təbətəbay da buyurur ki, qətiyyətlə buyurur ki, heç şübhəsiz ki, Quran Həzrəti Peyğəmbərin vəfatından sonra müshəfdə cəm edilmişdir. İndi növbəti bir məsələ gündəmə gəlir ki, bəs necə oldu ki, Əbu Bəkir bu qərara gəldi ki, Quranı cəm etsin? Burada da bir dənə tarix var, bir dənə mən də öz fikrimi deyəcəm. Tarix bundan ibarətdir ki, belə nəql edirlər, tarixdə belə deyilir ki, mən bunu tarix dərsində demişəm, indi deyəcəyim izahı burada da deyim. Çünki tələbələrin bəziləri orada var, oradan eşidiblər məndən, amma ola bilsin bu dərsdə iştirak edən tələbələr tarix dərslərində olmaya bilərlər. O söz də budur ki, tarix pərdələrin arxasını göstərmir. Tarix ancaq zahirdən danışır. Tarix ancaq ona aydın olan tərəfləri gündəmə gətirir. Deyilmiş şeyləri, yazılmış şeyləri gündəmə gətirir. Altında hansısa gözə görünməyən və yaxud da digər məsələlərə bağlı bir şeyi bəzən gündəmə gətirə bilmir. Tarixin o tərəfi yoxdur. Yaxşı. Məsələn, bayaqların dediyim izahdadır. Tarix ora qədər gedə bilmir. Tarix elə zahirən deyir ki, belə oldu, bitdi. Burada da tarixi cəhətdən əldə olan hədislərə və tarixə əsasən belə deyirlər. Və elə düzdür bu, amma mən deyirəm, görsənməyən bir tərəfi də olmamış olmaz. Mən bir ehtimal da irəli sürürəm. İndi onu deyəcəm. Deyilənə görə deyəndə tarixdə belə oldu ki, Yəmamə döyüşü oldu. Yəmamə döyüşünü maraqlıdır ki, mən əslində burada çox geniş danışmaq istəməzdim, amma kitabınız çox geniş şəkildə gətirib. Yəni, geniş şəkildə deyəndə sanki bu kitabın həcmindən uyğun olmayacaq şəkildə gətirib və mən də istəyirəm da deyim bunu sizə. Çünki hamısı da maraqlıdır, amma mən deyirdim güya çox vaxtımız getməyə. Yəmamə döyüşü belə oldu ki, Peyğəmbər hələ diri ikən
bir nəfər gördü ki, peyğəmbər peyğəmbərliyi eləyir. Həzrət Muhammed əleyhissalam peyğəmbərliyi iddiasına düşdü və alınır. Maraqlı da alınır. Alınır, gedir, fəthlər eləyir filan. Bunun da sanki başı xarab oldu. Bu da özünü peyğəmbər elədi. Çox maraqlıdır ki, Həzrət Muhammed əleyhissalama bir məktub yazdı. Ona dedi ki, məktubun hələ geniş mətni tarix kitablarında var. Amma qısa olaraq ona dedi ki, mən də bu peyğəmbərlikdə səndən şərikəm. Amma sən daha çox, sən dünyanın peyğəmbərliyini deyirsən. Halbuki biz şərikik bu məsələlərdə. Belə maraqlı sözlər dedi. Peyğəmbər deyir ki, bu kəzzabdır. Buna kəzzab ləqəbini verir. Yəni yalancı. Ki, sən peyğəmbər olmaya özünü belə adlandırırsan. Sonra peyğəmbər dünyasını dəyişən kimi, peyğəmbər hələ bundan işi olmadı. Peyğəmbər dünyasını dəyişən kimi, çünki peyğəmbərin son dönəmlərində etmişdi bunu. Hicrətin 9-cu ilində. Peyğəmbər dünyasını dəyişəndən sonra artıq bu adam əməlli başlı fəaliyyətə başladı, müəyyən ixtilaflar elədi. Əbu Bəkir belə qərara gəldi ki, onun üstünə Xalid ibn Vəlidi 4500 nəfərlik bir qoşun göndərsin. Maraqlı budur ki, o isə 30-40 min adam çıxartdı müsəlmanların qarşısına. 30-40 min adam çıxartdı. Amma müsəlmanlar çox şücaəti ilə, qüdrətləri ilə onu öldürə bildilər. Həmin o Müseyləmə idi da adı, Müseyləmə. Müseyləməni öldürdülər. Müseyləməni öldürən kimi onların qiyamı yatdı. Çünki Peyğəmbər onu bilirlərdi. Ona görə də əvvəlki döyüşlərdə də müşriklər ancaq Peyğəmbəri öldürmək istəyirdi. Çünki Peyğəmbəri öldürsələr İslam da dayanacaq. Çünki hələ İslam nazili oluraq. Peyğəmbər olmayandan sonra nə olacaq? Bunların da fikri Müseyləmədə onu öldürdülər. Öldürən kimi qiyam yatdı. Qeyri-bərabər döyüş olsa da say cəhətindən. Amma müsəlmanlar qalib gəldilər. Amma çox maraqlı tərəf budur ki, müsəlmanlardan 1700 nəfər öldü. Heç Peyğəmbər dönəmində bu qədər adam ölmürdü. 1700 nəfər müsəlman öldü ki, onların içində bəzi tarix 700, bəzi 450, bəziləri 70 nəfər Quran hafizini qeyd edirdi. 1700-ün içində ən azı 70 dənə Quran hafizi var idi və bu doğrudan da çox pis nəticə idi də. Quran hafizləri Quranın təbliğatçıları deməkdilər. Ona görə də bu hafizlərin ölməsi çox bir narahat edici hadisə idi. Zeyd ibn Sabit adında bir katib var idi Peyğəmbərin dövründə. Nisbətən də cavan adam idi. O belə nəql eləyir ki, Buxari da bunu öz kitabında gətirir və s. O belə nəql eləyir ki, mən o döyüşdən sonra Əbu Bəkir məni yanına çağırdı, yanında Ömər də var idi. Mənə dedi ki, Yəmamə döyüşündə xəbərin oldu da nə qədər Quran qarilərini, hafizlərini öldürdülər və növbəti bir döyüşdə bu qədər də hafiz öldürülsə, onda Quranı daşıyanlar, çünki onlar Quranı daşıyanlar adlanırdılar da, bunlar aradan gedəcək və qorxuram ki, Quran aradan gedər. Ona görə də bir məsləhət görürəm ki, biz Quranı itirməmiş, sən Quranı cəm eləyəsən, kitabət halında cəm eləyəsən. Deyir, mən də Ömərə dedim ki, axı Peyğəmbər bu işi görməyib, mən nə üçün bu işi görürüm? Ömər mənə dedi ki, bu çox yaxşı işdir. Bunu görməyin çox yaxşıdır. Düzdür, Peyğəmbər öz dönəmində bunu etməyib, amma sən bu işi görməlisən. Deyir, mən də razılaşdım, dedim ki, Allah mənə şərh-i sədr versin, yəni ürək genişliyi, qəlb genişliyi versin ki, mən də bu işi görüm. Və sonra Əbu Bəkir bu şeyi dediyimə görə məni təqdir elədi. Dedi ki, sən cavan, ağıllı və etibarlı bir kişisən və başda sən Peyğəmbər üçün də vəhy yazmısan və Quranı da cəm etməyə başla. Bax, bu da Zeyd ibn Sabit tərəfindən nəql olunan hadisə ki, Yəmamə döyüşündən sonra mənim üzərimə belə bir iş qoydular və mən də başladım bu işi görməyə. Sonra mən öz fikrimi də deyim burada. Öz fikrim də budur ki, əzizlər, mən elə bilirəm ki, yəni Əli əleyhissalam ki, xilafət ki seçildi, Həzrət Əli əleyhissalam xilafətə gəlməli idi. Həm Qurana əsasən, hədislərə əsasən, Peyğəmbərin qədrumuna əsasən, Peyğəmbərin təkidinə əsasən. Amma Həzrət Əli gələ bilmədi. Biz bunlardan çox danışmışıq tarixdə, çoxunuz da bilirsiniz. Əli əleyhissalam xilafətə gələ bilmədi. Əksinə Əbu Bəkiri xilafətə gətirdilər, məqsədli şəkildə, sonra da Ömər gəldi və s. və ilaxır. Bu dönəmlərdə
Əli əleyhissalam xalqın, bunlar ki heç imkan vermədilər, hakimiyyət, xəlifələr, xilafət imkan vermədi, yeni xilafət, iqtidar. Bu tərəfdən də xalqı da Həzrət Əli əleyhissalam xanım Zəhra vasitəsilə nə qədər elədi, xalq Həzrət Əliyə dəstək olmadı. Çünki hər şey xalqdan asılı idi. Xalq qəbul etməsəydi, yəni olan xilafəti Həzrət Əlini istəsəydilər alınacaqdı. Necə ki 25 ildən sonra xalq gəldi Həzrət Əlini seçdi və həmin xalq 25 il əvvəl eləsəydilər alınacaq. Amma xalq ki belə etinasız oldu, Həzrət Zəhranın ölümünə qədər bu hadisə baş verdi. Ondan sonra Əli əleyhissalam götürüb kitab yazdı. Əlbəttə həmin dövrlərdə də yəqin ki işləyirdi Həzrət Əli. O kitabı yazdı, gətirdi. İlk dəfə bu işi gördü. İlk dəfə ki bu işi gördü, mən elə hesab eləyirəm ki, onlar ki bunu qəbul etmədilər, buna bir alternativ gətirmək lazım idi. Mütləq buna bir alternativ gətirmək. Çünki bu həm çox prestijli bir məsələ idi. Həm də ki, onlar hesab eləyirdilər ki, yəni Əli və Ali Əli bu məsələdə dayanmayacaqlar. Çünki Allahın kitabı yoxdur ortada. Quran ancaq zehinlərdədir və bir də kimlərsə özü üçün nəsə yazıbsa oradadır. Yenə deyirəm ha, tarix göstərir ki, Yamamə döyüşündən sonra bir zərurət yarandı və bu kitab yazıldı. Əlbəttə zərurət elə döyüş olmadan da yaranmışdı və Həzrət Əli əleyhissalam da o zərurəti həyata keçirdi və buna da Peyğəmbər tapşırmışdı. Ya Əli, kitab olmalıdır, əldə kitab olmalıdır. Əli əleyhissalam da bu işi görmüşdü. Amma bunlar gətirib deyəndə diqqət eləyin. Bilirsiniz də keçən dəfə hədisini oxudum. Orada dedilər ki, bizə kitab lazım deyil. Nə ehtiyac var kitaba? Hamımız bilirik də. Kitab lazım deyil. Narahat olma. Bunlar kitabla keçinməyi, kitabsız keçinməyi düşünürdülər. Kitabsız keçinməyi düşünürdülər. Sonra deyirlər ki, amma belə bir zərurət yarandı ki, Yəmamə döyüşündən sonra biz narahat olduq və bunu kitabət halına salmaq qərarına gəldi. Bu mənim yenə də şəxsi fikrimdir. Heç bir kitabda bu məsələlər yazılmayıb. Özüm yenə deyirəm, bunu deyirəm ki, birdən mənim bu sözümü başqa böyük alimlər təkzib eləyərlərsə, siz okey deyin. Çünki deyin ki, hətta bir müəllimin sözüdür. Ola bilər ki, müəllim düz hesab etmir. Amma mənim hesabım budur ki, onlar zaten bir alternativ gətirməli idilər. Alternativ gətirməsələr, bilirdilər ki, Peyğəmbər bu məsələni tapşırıb, bir gün kimsə bu işi görəcək. Əli və Ali Əlidən bir gün bu işi bir kimsə görəcək. Ona görə də qoy biz görək ki, Əli və Ali Əli gəlib nüzul yazır, şəni nüzul yazır. Yazır hadisə nədir, ayələri dəqiqliyi ilə yazır, filan eləyir, yəni hər şey olduğu kimi eləyə bilərlər. Qoy biz problemsiz şəkildə bir kitab yazaq. Mən belə hesab eləyirəm. Mən belə hesab edirəm ki, onsuz da yazmalıydılar. Amma nəsə bir bəhanə tapmalıydılar. Çünki Həzrət Əli yazıb gətirəndə dedilər ki, demədilər ki, sənin kitabın bizə lazım deyil. Belə demək lap pis görsənərdi. Dedilər ki, kitaba nə ehtiyac var ki? Kitaba ehtiyac yoxdur. Elə hamımız bilirik də Quran. Kitaba ehtiyac yoxdur. Sən Peyğəmbər dönəmində olmamış bir şeyi etməyə çalışma. Əli salamda çıxdı getdi. İndi bunlar Əli salamdan dərhal sonra bunu eləsəydilər, biraz yaxşı olmayacaq daha. Bir yerə qədər də saxlayırdılar da nəsə. Amma Yəmamə döyüşündən sonra sanki belə göstərdilər ki, boyunlarına bir vəzifə gəldi. Yaxşı. Sonra da danışacağıq ki, Əbu Bəkr dönəmində yığılan kitabın yanında İbn Məsud və bunun kimi Əhl-i-Beyt tərəfdarları olanların da kitabları qalmaqdaydı. Və bəzi adamlar o kitablara uyğun şəkildə rəftar edirdi. Bu da Osmanın dövründə o da artıq bir çevrildi ki, yox, qalır, məscidlərdə iki tirəli yaranır. Ona görə də vahid Quran olmalıdır. Ona görə də nə qədər Əhl-i Beytə aid olan adamların rəyinə əsasən kitablar vardı, onlar da yığışdırıldı hamısı. Ümumiyyətlə əvvəlkilər də yığışdırıldı və vahid bir Quran sistemi gündəmə gəldi və Əli əleyhissalam da razılaşdı buna. Ki, qoy elə vahid olsun. Yaxşı, bax, bu tarixin görsənməyən tərəfidir. Birinci xəlifənin yazdığı kitaba tarix deyir ki, çünki Yəmamə döyüşündən sonra belə bir zərurət yarandı. Zeyd ibn Sabit belə deyir.
3-cü xəlifə dövründə də yazılan kitaba bir dənə döyüşçü gəlir, nəql eləyir ki, mənim ürəyim partlayır, mən getdim falan regionlarda döyüşdüm, gördüm ki, bir məscidin içində hərə bir kitab, Quranı bir qarinin, indi deyəcəyik də Bəsrə qarisi kimi idi, Küfə qarisi kimi idi, növbəti dərsimizdə ondan danışacağıq. Onların, hərəsi olan bir kitabını oxuyur, kitabətanla salınıb, hərəsi olan bir kitabını oxuyur və bu isə iki tirəlik yaradır və mütləq Osman bir əncam çəkməlidir. Osman da dedi ki, boynuma vəzifə gəlir və vahid bir Quran sistemini düzəltdi. İndi yaxşı oldu, pis oldu, hər nə oldu, amma pərdənin arxasında bu məsələlər də var deyə bilərik. Yaxşı. Mən baxıram ki, əziz tələbələr, yeni bir mövzuya keçid almaq istəyirəm, amma bunu başlasam ən azı mənim bir 15 dəqiqəyə yekunlaşıram. O da ki, bizim vaxtımızı çox aparacaq, sual-cavablarımıza vaxt qalmayacaq. Ona görə bu qədər kifayətdir. Bu qədər kifayətdir. Biz sual-cavabımıza yer ayıraq. Bundan sonra növbəti davamını gələn dəfə yerinə yetirək. Baxaq suallara görə, əziz tələbələr, nə suallar yazıblar, olan sualları ilə məşğul olaq. Şərhlər yazır ki, onlar o zaman deyə bilərdilər ki, həmin zamanda əli kitab gətirsin, əgər məqsədləri Quranı qorumakdırsə. Çünki bəli, Şəhriyar düppədüz Həzrət Əli kitab yazmışdı da. Və maraqlı məsələ də budur ki, gedib Zeyd ibn Sabitə niyə deyirik? İndi hələ sonra keçəcək ki, o da özünə iki şahid gətirirdi, neynirdi? Lap xəlifə Osmanın dövründə də kitab yazılanda niyə Həzrət Əli yazdı? Özdə hamı bilir ki, Həzrət Əli həm çox sadiq insandır, əmin adamdır və ən yaxşı biləndir Quranı və Peyğəmbərin yanında həmişə olub. Peyğəmbər ona hər şeyi öyrədib. Məşhur bir hədisdir ki, bunu Əhl-i Sünnət və Şiə hamısı yekdilliklə qəbul edir ki, Ənə Mədinətul İlm və Əliyun Babuha, mən elmin şəhəriyəm, Əli onun qapısıdır və kim şəhərə daxil olmaq istəsə qapıdan daxil olmalıdır. Bunu hamısı çox qəşəng bilirlər, amma buna baxmayaraq yenə də Həzrət Əlini nə kitabını qəbul elədilər, nə kitab yazmağa dəvət elədilər. Heç ona bu barədə heç bir məsləhət eləmədilər. Baxmayaraq ki, onun xəlifə və imamlığı iddiası var. Heç onu kitabı yazmağa qədər ona şərait yaratmırlar. Çox maraqlıdır. Ölkəmə yazır ki, bir məsələnin diqqətinə çatdırmaq istəyirəm ki, məhz bu PDF-də səhifə 101-də Yemami döyüşündə şəhid olan müsəlmanların sayını 1000 yaxud 1200 olduğunu deyir. Səhifə 111-də isə 1700 nəfər. Bu qədər böyük fərq diqqətimi çəkdi. Lap yaxşı, diqqətimi çəkdirsə lap yaxşı. Ustad, ayələrin bu cür yeri dəyişdirilmiş halı məndə bu sualı doğurdu ki, məsələn, Maidə surəsi üçün deyilmiş savab və təsir məsələsi indiki ardıcılıqla oxumağa da aid olurmu? Yəni, antoloji tərəfi mənə maraqdır. Əgər başqa dərsdə cavablandırmağa uyğun görsəniz, bir söz demirəm. Deməli, Maidə surəsi, eyni savabdır. İnşallah ki, eyni savabdır, ona narahat olma, böyük. Milana yazır ki, ustad, deməli, onda bizim yəqinliyimiz var ki, İmam Zaman ağa zuhur edəndə inşallah İmam Ali. Bəli, belə bir hədis var ki, bunu da inşallah oxuyacağıq sizə gələcəkdə. Belə bir hədis var ki, İmam Zaman əleyhissalam gələndə o kitabı gətirəcək və o kitab elə Həzrət Əlidən də soruşdular. Mən yadımda hədislərdə davamını oxudum. Əli əleyhissalam dedi ki, bu mənim övladlarıma irs olaraq çatacaq. Biri digərindən sonra özündə saxlayacaq bu kitabı və sonuncu övladım onu zuhur vaxtı gətirəcək və bu kitab üzrə məsələlərdə danışır. Yəni, bu kitab artıq imamın öz ixtiyarındadır deyə bu həqiqi kitab üzrə hər şey baş verəcək. Belə bir şey var. Biz bunu məktəbiyyət dərsində də keçəcəyik. Şəhriyar sual vermək istəyir. Buyur. Ustad, sualım buydu ki, biz dedik ki, Həzrət Əleyhisselam 6 ay ərzində yəni Quranı təfsiri şəkildə yazmışdı da, həm onun təvili, həm təfsiri ilə məşğul olmuş, tam aydın şəkildə yazmışdı. İndi bizim bu sonraki dövrlərdə ki, bizim alimlərimiz, müfəssirlər ki, Qurandan təfsir yazıblar. Əgər Həzrət Əleyhisselamın həmin yazdığı Quran bizə kamil şəkildə çatsaydı, indiki təfsirlərə demək ki, ehtiyac olmayacaqdı. Yəni orada, məsələn,
Əhl-i Beytdən hədis ki var ki, məsələn, Quranın batini var, batini və bunun kimi 7 batini səhv eləmirəmsə belə bir şey olmalıdır da. İndi o həmin mətləblər də orada tam aydın şəkildə bizə çatacaqdır. Yox, batin yazılır. O irfani tərəf. Yox, ora batin yazılır. Batin ancaq mənəvi, irfani, mükaşifə yoluyla olan məsələlərdir. Orada elə zahir, hər şey zahirdə olanlarda Amma əleyhissalam izahlar verəcəkdi, təfsirlər verəcəkdi. Kitabında belə eləmişdi, Şən-i-Nuzul yazmış ki, bu ayə kimin barəsində nazil oldu, haçan nazil oldu, hansı döyüşdə nazil oldu, adı kimdir, hansı hadisəyə uyğun nazil oldu. Və onu təvil eləyir. Təvil budur ki, deyir ki, bunun mənası ümumi olaraq budur ki, düzdür bu adam barəsindədir, amma bu bütün qiyamətə qədər filan hadisə ilə bağlı hər bir kəsə şamil olur. Yaxşı, məsəl üçün şəriət məsələsini oradan istinbat eləyəcəkdir. Yaxşı, məsəl üçün Quranın bir ayəsi var, o ayə nazil olub, amma filan bir günah var, o günahı məsəl üçün o ayəyə istinad eləmək lazımdır. Onun təfsirini imamlar verirlər ki, bu ayədən filan günahı biz çıxarış eləyə bilirik. Bu günah bu ayəyə əsasəndir. Bu şeyləri deyə bilir, şəriətin məsələləri. Amma o batini məsələləri yox, o Quranda yazılmır. Ustad, bir sual da verə bilərəm ki, məsələn, İslam dedi ki, ixtilaf yaranmasın deyə öz əlindəki Quranı gətirmədi də ortaya. Yəni, demədi ya, Həzrət Əli belə demədi. Biz belə başa düşürük də ki, belə oldu. Yəni, belə deyək də, ixtilaf yaranmasın deyə. Onun məqsədlərindən biri də bu olar mı ki, məsələn, biz desək ki, Əleyhisselam necə ki, Allah Quran-ı Kərimdə Həzrət İslamın adını, məsələn, çəkmir ki, onların bir də bu mənası bunu deyir ki, insanlar yəni özü axtarışda olsunlar, özləri araşdırıb tapsınlar. Deyə bilərdi ki, məsələn, özündən sonrakıların, alimlərin boynuna haqq qoymuş kimi ki, yəni onlar da araşdırmada olsunlar, onlar bir şey, yəni Quranın araşdırmasında olsunlar. Yəni insanlar pasiv olmasınlar. Yaxşı, nəyi deyirsən? Bir də deyək. Məsələn, Quranın təfsiri barəsində. Yox, Həzrət Əli yazdı, gətirdi də. Həzrət Əli yazdı, gətirdi qəbul. Hə, sonrakı öz dövründə yox, mən elə hesab eləmirəm. Çünki Əli əleyhissalam yazsaydı daha yaxşı olardı. Düz deyildi ki, belə deyil ki, o da bir mənada ötürdü ki, buradan gəlsin. Belə hesab eləmirəm. Sadəcə bu indiki alimlərin yazması təbii nəticə oldu. Həzrət Əli əleyhissalam eləmədi deyə təbii nəticə oldu, amma bu məsələ bu idi ki, elə o bilirdi ki, onsuz da belə qalmayacaq. Alimlər və imamların dövründə təfsir yazanlar var idi. Alimlər və təfsir yazanlar bu sistemi onsuz da aparacaqlar. Çünki nəql edənlərimiz var. Amma özü bilərəkdən saxlamadı ki, qoy mən saxlayım, onsuz da alimlər yazır. Yox, belə eləmədi. Yazmadı, bildi ki, onsuz da bu gedəcək, təbii olaraq gedəcək. Amma məqsədli şəkildə eləmədi. Mənim fikrim budur. Bu, məsələn, təbii hadisə kimi də deyə bilər ki, məsələn, Peyğəmbərlərin missiyasıdır ki, hamısı yarımsız qalıb ki, eləcə də bizim sonuncu İslam Peyğəmbərinin ki, onu inşallah İmam Zaman ağa tamamlayacaq da, yəni tam kamil şəkildə. Quranda da bunun haqqında ayət bizə vəd verilmiş kimidir ki, yəni bu Quran da, yəni bu prizmadan yanaşsaq ki, Quranın da bizə təfsirin gəlib çatmamağı elə onun İmam Zamanın hökuməti ilə bağlıdır ki, o özündən kamil kitabı gətirəcək və kamil şəkildə dini tamamlayacaq. Yəni mən belə başa düşürəm də, yəni bu Yenə belə düşünürsən ki, Şəhriyar, yenə belə düşünürsən ki, o kamil dövlət üçün Quran saxlanıldı, ona görə Əli və ondan əvvəlki vaxtlarda bu Quranın gəlməsi alınmadı. Yəni Əleyhisselam tam təkid eləmədi də Quran ortaya çıxmağına, səbəblərindən biridir bu. Yox, mən qəbul edirəm. Mən deyirəm ki, təbii olaraq gəldi İmam Zamana çatdı. Amma Həzrət Əli əleyhissalam çox təkid eləyirdi ki, o olsun. Yəni hətta xilafəti bilsəydi ki, özündən sonra İmam Həsənə keçəcək, sonra İmam Hüseynə keçəcək. Bu kim olduğunu davam, yəni bir müddət xilafətin olduğu məsələ gündəmə gəlsəydi ki, Quran da tamam cəmiyyətə oturuşacaqdı. Mənim hesabım budur və bu şeydə çox düz hesab edirəm əslində. Baxmayaraq ki, öz rəyimdir, amma ona çox arxayınam ki, Əli əleyhissalam o Quranı eləyəcəkdi. Çünki Quranda çox şey var. Quranda çox şey var. Bu günlərində şiə qaçır şiə təfsirinə, sünni qaçır sünni təfsirinə. Amma Həzrət Əlinin Quranında artıq heç kim öz məzhəbinin təfsirinə qaçmayacaqdır. Elə hamı Qurana üst tutacaqdır ki, orada hər şey var. Bildiniz, ona görə də çox mühüm məsələdir. Sadəcə Əli əleyhissalam bildi ki, daha böyük problem yaranacaq. İkinci dəfə Quranı gündəmə gətirməklə.
Nəinki sənin yenə də ikinci dəfə dediyin kimi. Ola bilsin bu da bir versiyadır ya. Mən buna bir söz demirəm. Ola bilsin ki, sabahlarım hansı bir böyük alim ya imam elə sənin versiyanı qəbul eləyir ki, hə, əleyhissalam özü istədi ki, qalsın ki, yeni bir dövlətdə yeni bir kitabla gəlsin İmam Zaman. Ola bilsin bunu qəbul. Amma mən belə başa düşmürəm. Sağ olun, sizə izaha görə təşəkkür edirəm. Siz sağ olun. Siz sağ olun. Sonra Murtuzov Əfqan bəy buyurur ki, Ustad, ayələrin nazil olması hansısa bir hadisə ilə bağlı olub. Bəli, ayələr hər biri nazil olanda müəyyən bir hadisəyə uyğun nazil olurdu da. İndi məsəl üçün bir dənə ayə nazil olmur. Məsəl üçün bir surədə nazil olurdu bütöv. Nə bilim, bəzən 2 dənə ayə, 3 dənə ayə belə nazil olurdu. Bax belə də şəriətlə bağlı hadisə baş verməsə də, amma Allah bu dəfə namazı vacib eləyirdi. Deyirdi ki, artıq indi namazı qılacaqsınız. Bax belə. İlkin bəy yazır ki, Ustad hardasa oxumuşdum, indiki Quranın əsas oxumaq üçün hərəkələnib və bu hərəkələri Həzrətlərin tələbəsi edib. Bəli, belə bir hadisə var, bunu keçəcəyik. Qabaqdan gələcək bunun dərsi və Quranın hərəkələnməsi barəsində mövzulara da toxunacaq. Təşəkkür edirəm Mülana xanım, sizin üçün yaxşı oldusa mənə nə xoş. Bir də ki, bir dənə də suala cavab verirəm. O sual da budur ki, bəziləriniz deyirsiniz ki, Ustad məsələn Böyük ağanın o yazdığı sözə qarşı elə bir etinasız oldu. Düz başa düşdünüz, etinasızlıq göstərir. Amma bu əxlaqdakı etinasızlıq deyil. Bu hansı etinasızlıqdır? Bu elmi etinasızlıqdır. Bunu sizə deyim. O da budur ki, yəni mənim üçün Quran təlimləri dərsində orada ölənlərin sayının 1100, 1200 yoxsa 1700 olmasının heç bir önəmi yoxdur. Mənim üçün yox abi. Ümumiyyətlə bu kitab var. Dilə gəlsə, bu dərslik dilə gəlsə, bax oradan deyəcək ki, əziz Böyük ağa, mənim dərsimdə, bax mən Quran elmləri dərsliyəm. Niyə mənim dərsimdə oradakı öldürülənlərin sayının 1200 yoxsa 1700 olması məsələsini gündəmə gətirirsən. Ona görə də özüm elmi etinasızlıq eləyirəm. Böyük ağanı mən çox istəyirəm, hamınız mənim çox əzizimsiz. Etinasızlıq kimi də zəhləm gedən şey yoxdur. Bu çox böyük əxlaqsızlıqdır, etinasızlıq. Hansısa bir tələbəyə, insana, övlada, valideyn, hər kimə etinasızlıq ən böyük əxlaqsızlıqdır. Mən bunu dərslərdə də keçirəm. Amma bəzən elmi etinasızlıq var. Bunu alimlərin hamısı edirlər, mən də edirəm. Bundan sizə çatdırmaq istəyirəm ki, bu məsələnin bu dərs adiyyəti yoxdur. Heç ümumiyyətlə mənim özümə də şəxsi də, tarix dərsində də bu hadisənin heç bir önəmi yoxdur. Görəsən, Yəmamə döyüşündə 1200 nəfər öldürüldü, yoxsa 1700 nəfər. Bu hadisənin mənə heç bir fərqi yoxdur. Oradakı qoşun başçısı Xalid ibn Vəlid idi, yoxsa məsəl üçün filan bir sərkərdə idi. Bəlkə də bunun mənə fərqi ola bilər. Amma ora nə qədər adam getmişdi? 40 min idi, yoxsa 35 min idi, yoxsa 25, o mənə fərqi yoxdur. Biraz 40 min ona görə şişirtdim ki, çünki Peyğəmbər dönəmində müsəlmanların hamısını yığıb Təbuka göndərəndə güclə 30 min düzəltmişdi. Ona görə bir mənada orada 40 mini gündəmə gətirdim. Say mənim üçün bəzən mühümdür, bəzən yox amma. Məsələn, buradakı say mənim üçün mühüm deyil. Özüm bax bu elmi etinasızlığı sərgiləyirəm, amma onu sizə aid eləmək istəyirəm ki, bu o əxlaqi etinasızlıq deyil ha. Məsələn, mən orada güldüm, keçdim. Məsələn, onların hamısı bu demək idi ki, bu məsələ çox mühüm deyil falan. Həm də izahını da gətirirəm ki, deməyəsiniz ki, müəllim bəzi məsələlərə etinasızlıq yaraşır və yaxud da elə bilərsiniz ki, mən Böyük ağaya qarşı qəti şəkildə nə qədər ərk eləsəm də düzdür. Onu çox istəyirəm, ərk eləyirəm, amma yenə də əxlaqi pis iş heç vaxt görmərəm də, əksinə eləməliyəm Böyük ağaya. Amma bu elmi etinasızlığı məndən görəcəksiniz. Bu elmi etinasızlıq var. Onu məndən həmişə görəcəksiniz. Ona görə ki, dərsi dərs halında saxlamaq istəyirəm. Yaxşı. Nəsə yazıldı, baxım orada, sonra təşəkkür edirəm hər birinizə xoş sözləriniz üçün. Gecəniz xeyrə qalsın. İnşallah gələn həftə mövzumuzu davam elətdirəcəyik. Sağ olun.